Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərə növbəti 50 sualdan ibarət olan sınavımızın izahını bölüşürəm. Gəlin ilk birinci sualla başlayaq. Aha, birinci sualda qeyd edir ki, HTML-də DL/DL təqinin təyinatını müəyyən edin. Deməli, DL və /DL təqləri hər zaman təyin etmə siyahıları yaradır. Və təbii ki, burada cavab olacaq A variantı. Növbəti suala keçək. Aha, 0, 4, 6, 9 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 4 rəqəmli ədəd tərtib etmək olar? Aha, söhbət 4 rəqəmli ədəddən gedir. 1, 2, 3 və 4. Birinci yerdə təbii ki, ədədimiz sıfırla, yəni 4 rəqəmli ədədimiz sıfırla başlaya bilməz deyə, sadəcə ilk birinci mərhələdə 4, 6 və 9-dan istifadə edəcəm. Lakin ikinci mərhələdə bizə müxtəlif 4 rəqəmli dediyi üçün ikinci mərhələdə artıq sıfırdan istifadə edə bilərəm. Amma əgər birinci mərhələdə 4-dən istifadə etmişəmsə, ikinci mərhələdə 4-dən deyil də 6-dan və 9-dan sadəcə istifadə edə bilərəm. Üçüncü mərhələdə əgər ikinci mərhələdə sıfırdan istifadə etmişəmsə, üçüncü mərhələmdə sadəcə 6 və 9-dan istifadə edə bilərəm. Və sonuncu mərhələmdə də təbii ki, üçüncü mərhələdə 6-dan istifadə etmişəmsə, sonuncu mərhələdə sadəcə 9-dan istifadə edəcəm. Deməli, birinci mərhələmdə 3 ədəd, ikinci mərhələmdə, deməli, vurulsun, yazacağım, 2 ədəd, vurulsun. Üçüncü mərhələ, 2, üzr istəyirəm, bu 3-dür. Deməli, 3 ədəd və üçüncü mərhələmdə 2 ədəd, birinci mərhələ, sonuncu mərhələdə isə 1 ədəd. Belə, bunların da hasili mənə verəcək. Deməli, 3 dəfə 3, 9, 9 dəfə 2, 18, 18 də 1-ə vuranda zaten 18 edəcək. Burada cavab olacaq B variantı. Növbəti suala keçək. Deməli, üçüncü sualımız doğru fikirləri göstərin. Gəlin baxaq. Əvvəlcə belə bir gördüyünüz kimi bizə yollarını verir, fayllarımızın yolları. Görək hansı düzdür. Birinci də qeyd edir. Eyni məntiqi diskdə yerləşir. Bəli, hər ikisi də eyni məntiqi diskdə yerləşir. Daha sonra biri oldu 1, ikinci. Biri video, digəri isə səs faylıdır. Xeyr, GIF və BMP. Hər ikisi qrafik fayldır. 2 getdim. Hər ikisi qrafik fayldır. Bəli, hər ikisi qrafik fayldır. Bayaq da qeyd etdik kimi. Sonra, biri qrafik, digəri video fayldır. Xeyr, hər iki faylın yolu eynidir. Xeyr, hər iki faylın yolu eyni deyil. Bəli, 100 yerə qədər eyni gəlir, amma digəri fayl qovluğunda. Daha sonra isə digəri isə tam qovluğunda yerləşir. Yolları eyni deyil. Burada doğru cavab 2 və 3 cavab olacaq C variantı. Növbəti suala keçək. Dördüncü sual. Deyir ki, Fidan, Leyla, Arzu, Akif, Sara Fes Akademiyada şagird cədvəlində 25, 24, 23, 20 və 18-ci sıralarda yerləşirlər. Məlumdur ki, Fidan Leyladan aşağı sırada yerləşir. Deməli, Leyla neçəymiş ki, Fidan da ondan sonra yerləşir. Aha. Arzudan isə yuxarı siyahıda yerləşir. Fidan. Arzudan da yuxarı siyahıda yerləşdiyi üçün, deməli, Arzu da Fidandan sonraki yerdə yerləşir. Sara'nın sıra nömrəsi ən kiçik deyil. Deməli, ən kiçik sıra nömrəmiz 18-dir. Sara 18 deyil. Baxın, bura qeyd edirəm. Sara 18 deyil. Aha. Nə Akif, nə də Sara Arzudan yuxarı sırada deyil. Deməli, Arzudan yuxarı sırada deyilsə, deməli, Arzudan sonra kim gəlir? Sara sonuncu ola bilmədiyi üçün Sara gəlir. Daha sonra isə kim gəlir? Akif gəlir. Daha sonra da Akif gəldi. Və biz bunu artıq düzmüşəm. İndi böyükdən kiçiyə doğru düzək. Lalə, deməli, Leyla 25-ci sıra. Fidan 24-cü sıra, ondan sonra Arzu 23-cü sıra, daha sonra
Sara 20-ci sıra və Akif isə 18-ci sırada olmuş oldu. Bizdən Akif və Fidanın nömrəsini istədiyi üçün Akif 18, Fidan 24 olmuş oldu. Burada baxaq görək hansı variantdır. Akif 18, Fidan 24. Cavab burada olacaq. A variantı. Növbəti suala keçək. Baxılan zaman anında dəyişməyən modellər. Təbii ki, baxılan zaman anında dəyişməyən modeldən söhbət gedir. Hansı modellər dəyişməyən modeldir? Təbii ki, statik modellər dəyişməyən modellərdir. Çünki dinamik modellər baxılan zaman anında dəyişilir. Burada cavab olacaq B variantı. Növbəti sual. Piksel ölçüləri 2048 vurulsun 1920 olan təsvirin, baxın, high color rejimində kodlaşdırılarsa, onun informasiya həcmi neçə kilobayt olacaq? Əvvəla, biz burada tapmalıyıq ki, bizim high colorumuz neçə bitlə hesablanır? High colorumuz biz bu dərsi keçəndə qeyd etmişdik ki, hard color 16 bitliklə hesablanır. 16 bit təşkil edir. Və biz də bu şəkildə hesablayacağıq. Deməli, 2048 vurulsun 1920 vurulsun 16-ya. Və aldığımız cavabı böləcəm 2 üstü 13-ə. Çünki kilobaytla cavab almaq. Bu da bərabərdir. 2 üstü deməli 13, 1024 vurulsun 8-dir. 1024-dən 2048 ixtisar gedəcək 2. 8-dən 16 ixtisar gedəcək burada 2. Və bunları da bir-birinə vuranda 4. 4-də vursam buna deməli mənə verəcək neçə? Deməli 7680 almış olacaq. Burada cavab olacaq A variantı. Növbəti sual. Deyir ki, 7-ci sualımızda Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, S0-dır və for i in range neçədən dəyişir? 3-dən 10-a qədər dəyişir. Gəlin baxaq. Birinci 3 qiymətini verirəm. 3 bölürəm 4-ə, qalıq 0 edir. Xeyr. If ödəmədiyi üçün iftin aşağısında else-yə düşürəm. S-in bir vahid artır, olur məndə 1. İndi deməli i-yə verirəm 4. 4-ü 4-ə bölürəm. Qalıq 0 edirmi? Bəli. O zaman S-in üzərinə gələcəm i. S1 idi, üzərinə gəldim 4-ü, edəcək mənə 5. Daha sonra digər ifi yoxlayıram. 4-ü 3-ə böləndə qalıq 0 edir? Xeyr. Bu zaman düşəcəm else-yə və S-dən S5 idi. İ qədər çıxacam. 5-dən çıxıram 4-ünü, mənə qaldı 1. Yenə 5 qiymətini verirəm. 5 4-ə böləndə qalıq 0 edir? Xeyr. O zaman gəlirəm. S-in ən son qiyməti 1 idi. 1 plus 1 mənə verdi 2. 6 verirəm. 6-nı 4-ə böləndə qalıq 0 edirmi? Xeyr. Düşdüm else-yə. Bir vahid artırdım. Oldu 3. 7-ni verirəm. 7-ni 4-ə böləndə qalıq 0 edir? Xeyr. Else-yə düşdüm. Bir vahid artırdım. Oldu 4. 6-nı verirəm. 6, üzr istəyirəm 8-i. 7-dən sonra 8. 8-i 4-ə bölürəm. Qalıq 0 edir? Bəli. O zaman ən son S-im 4 idi. 4-ün üzərinə 8 gəlirəm. Edir neçə? 12. Yenidən 8-i 3-ə bölündə qalıq 0 edir? Xeyr. Aşağı düşürəm. Deməli, ən son S-im 12 idi. 12-dən 8 çıxıram. Yenə geri qayıdır. Mənə verəcək neçə? 4. Bu səfər 9 verirəm. Ən sonuncu qiymətdir. 9-u 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Gəldim, düşdüm. Ən son S-imin qiyməti 4 idi. 4 plus 1 mənə verdi 5. Və dövr bitdi. S-in ən son qiyməti 5 getdi çarpı. Burada cavab olacaq C variantı.
Növbəti sual. Hı -hı. Biz akademiyada 120 müəllim və 5000 şagird adı, soyadı, atasının adı, təvəllüdü, təhsili, cinsi, boynun uzunluğu, qan qrupu deməli haqqında məlumat verilib. Hı -hı. Burada düzəldək bunu. Siz zaten düzəldilmiş versiyasını işləyəcəksiniz. Aha, hərf səhv olmuşdur. Haqqında verilənlər bazası tərtib edilmişdir. Verilənlər bazasında neçə sahə var? Baxırıq. Deməli, şagirdin adı 1, soyadı 2, atasının adı 3, təvəllüdü 4, təhsili 5, cinsi 6, boynun uzunluğu 7, qan qrupu isə 8. Burada oldu. Neçə dənə sahə? Cəmi 8 sahəmiz var. Növbəti sual. Hı -hı. Növbəti sual belədir. Biraz daha yaxınlaşdırmaq istəyirəm ki, daha yaxşı görək. Hı -hı. Deməli, STEM proqram təminatına aid olanları müəyyən edin. STEM proqram təminatı dedikdə belə də edə bilərik. Tətbiqi proqrama və instrumental proqramlara, yəni proqramlaşdırma alətinə aid olanların hər birini çıxırıq. Yerdə qalanlar zaten bizim sistem proqram təminatına aiddir. Baxırıq. Burada ScanDisk təbii ki, daha sonra utilitlər təbii ki, mətn redaktorları tətbiq edir, qrafiki redaktorlar tətbiq edir, Python proqramlaşdırma alətidir və əməliyyat sistemləri təbii ki. Burada oldu 1, 2, 6 cavab olacaq B variantı. Nəzərinizə çatdırım ki, bu sual həmçinin MIQ sualıdır. Növbəti sual, yəni əvvəlki illərdə MIQ-də iştirak etmiş sualı idi. Aha. Gəlin bunu biraz geri atım ki, misalı daha yaxşı ekranda görək. Deyir ki, n bərabərdir 3, k bərabərdir 2 nəticəsini müəyyən edin. Gəlin baxaq. N 3-dür, k 2-dir. Gətirib yerinə yazıram. N-in yerinə 3, k-nın yerinə 2 yazıram. A n-ə bərabərdir, yəni 3-dür. 2 fərqlidir 0, bəli. A-nı A-ya vururam. 3 dəfə 3, 9. K-nı bir vahid azaltdım. Mənə verdi neçə? 2. A-nı da 2 vahid azaltdım. A məndə 3 idi. 3-ü 2 vahid azaldanda mənə verdi neçə? Deməli, 3 minus. Burada birizdə K-mız 2 idi. 2 minus 1 mənə verəcək 1. A-ya ən son 9 almışam. 9-dan 2 çıxıram, mənə qaldı 7. Yenidən başa qayıdıram. K1-dir. 1 fərqlidirmi 0? Bəli. A-nın yeni qiyməti məndə 7-dir. 7 dəfə 7, 49. K1 idi. 1-dən 1 çıxıram 0. Deməli, məndə ən son A-nın qiyməti 49-dur. 49-dan 2-sini çıxacam. Mənə qalacaq 47-si. Yenidən bir daha başa qayıdıram. K bu səfər 0-dır. 0 fərqlidirmi 0? Deyirəm xeyr. Çıxdım return-a ən son. Return A-nı verdi mənə çapa. A məndə neçə idi? 47 idi. Burada nəyə görə birbaşa gətirdim yerinə yazdım da, yoxsa n bərabərdir, bu da giriş qiymət 3 və K-nın yerinə isə 2. Burada F3, 2 yazacaqdınız. Mən birbaşa gətirdim, defdə yuxarıda yerinə qoydum. Yəni heç bir problem yoxdur, heç bir yanlışlıq da yoxdur. Burada cavab olacaq 47 A variantı. Növbəti sual. Deməli, 11-ci sualımız. Deyir ki, müxtəlif protokollardan istifadə olunan şəbəkələrin əlaqələndirilməsi üçün istifadə edilən qurğu hansıdır? Müxtəlif protokollardan istifadə edib və şəbəkələrimi əlaqələndirirəmsə, bu təbii ki, routerdir. Növbəti sual. Deməli, 1728 kilobayt həcmində olan fayl internet şəbəkəsi vasitəsilə 4 dəqiqə ötürülür. Baxın, belə yazacağam tənasüb şəklində. 1728 kilobayt həcmim var. 4 dəqiqəmi də saniyə çevirəcəm. 4 vurulsun 60-a.
və eyni sürətlə dediyi üçün heç bir burada problem yoxdur. Eyni sürətlə 20 saniyə neçəsi, yəni kilobayt olduğu üçün hər ikisi heç bir çevrilməyə ehtiyac yoxdur. X-ın da 20 saniyəyə. Və buradan da x-ımı təyin etsəm, x bərabərdir. Bunlar ixtisar gedəcək və bunlar da ixtisar gedəcək. Burada qalacaq. Deməli, 144 cavab olacaq A variantı. Növbəti sual. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, burada nə idi? 1 götürür. İni A-i A-nın qiymətləridir də. Birinci 1 götürürəm. 1-in sayı fərqlidirmi 1-dən? Deyirəm, xeyr. Bəs yaxşı 4-ü götürür. 4-ün sayı fərqlidirmi 4-dən? Bəli. 4 getdi çapa. 4-ün sayı fərqlidirmi 4-dən? Bəli. Digər 4 də getdi çapa. Sonra 6-nı götürürəm. Evet, birinci bu 6'nı götürürəm. 6'nın sayı fərqlidirmi? Bəli, çünki 6-dan 2 dənə var. 6 getdi çarpa. Daha sonra digər 6-nı götürürəm. 6-nın sayı fərqlidirmi 1-dən? Bəli. Digər 6 da getdi çarpa. 7-nin sayı fərqlidirmi? Bəli. Burada baxın 6, 7, 7 hər birinin sayı fərqlidir. 3 getməyəcək çarpa. Burada deməli 1 getməyəcək, 3 getməyəcək. 12, 9 və 10 getməyəcək çapa. Geridə qalan hər biri çapa gedəcək. Çünki sayları 1-dən çoxdur. Yəni fərqlidir. Növbəti sual. Deməli, 14-cü suala baxaq. Monitorun hər düyümünə düşən piksel sayı 5 piksel. Hər düyüm deyəndə, yəni bir düyümünə, yəni 5 piksel düşür. Bunu əvvəlcədən qeyd edək. Deyir ki, monitorun şaqili və üfüqi ölçülərinə uyğun olaraq 30-40 düym olarsa, monitorun diaqonal üzrə neçə piksel? Çəkməyə ehtiyac yoxdur. Bu tipdə suallar zaten yetərincə işləmişik və bu tip suallarda diaqonalı tapmaq üçün bilir ki, şaqili üfüqi 30-40-dır. Diaqonalı tapanda nə edirdik? X bərabərdir kök altında 30'un kvadratı üzerine gelinsin 40'ın kvadratı. Buradan cevap alacağım. 30'un kvadratı mənə 900, 40'ın kvadratı 1600, cəmi 2500 verəcək və kökdən isə mənə çıxacaq neçə? 50. 50 nə? Düyüm. Çünki düyümdən hesablamışam. 50 düyüm. Mənim pikselimin sayını bilmirəm. Pikselimin sayını bir y deyirəm. Amma bir onu bilirəm ki, mənim deməli pikselimin sayı yoxdur, amma bilirəm ki, düyüm sayım var. Düyüm sayım nədir? 50-dir. 50-nin də y-ə. Buradan y-imi də təyin edirəm. Y bərabərdir 250-yə. Cavab olacaq D variantı. Növbəti sual. Hı -hı. 15-ci sual. Hansı antivirus proqramı deyil? Təbii ki, burada WinZip'dir. WinZip arxiv proqramıdır. Növbəti sual. 8'li say sisteminin ən kiçik 4 rəqəmli ədədi. 8'li say sisteminin ən kiçik 4 rəqəmli ədədi 1, 0, 0, 0'dır. Bu 8'likdədir. Və 16'lıq say sisteminin ən kiçik 2 rəqəmli. Ən kiçik 2 rəqəmlim isə F 1 dəqiqə. Ən böyük 2 rəqəmli üzr istəyirəm FF. FF bu da 16'lıq say sistemindedir. Bu ədədlərin cəmini onluq say sistemində istəyir. Gəlin bunların hər birini onluq say sisteminə keçirdək. 0, 1, 2, 3. Bu da bərabərdir. Deməli, hər biri sıfıra vurulan hissəni saymayacağım. Çünki onların hər biri sıfır eləyəcək. Sadəcə 8'in kubu 1 vurulsun 8'in kubunu hesablayacağım. O da mənə verəcək 512. Çünki digərlərin hamısını sıfıra vuranda zaten sıfır edəcək. Bərabərdir. Bunu da keçirək. 0, 1. Deməli, 15'i vuracağım 16'ya mənə verəcək 240. 240'ın da üzərinə mən gələcəm. 15'imi mənə verəcək 255. Bunu da onluq say sisteminə keçirdəndə oldu 255.
və bunların birlikdə cəmini hesablayanda 7, deməli 6, 7. 767 mənə vermiş olacaq. Növbəti sual. Hı -hı. Bir Python dilində tərtib edilmiş proqramı müəyyən edin. Gəlin baxaq. Deməli, aha, len neçədəndir? 1, 2, 3, 4, 5, 6 ədəddir. Deməli, temiz 6-dır, bir-birdir, i 0-dır. M-ə 0 verirəm. Deməli, i-yə m, i-yə 0 verirəm. N0-ın məndə neçədir? 2-dir. Çünki nömrələmə 0-dan başlayır. Axı 0, 1, 2, 3, 4, 5. 2 kiçikdirmi? T də məndə 6-dır. 2 kiçikdirmi 6? Bəli. O zaman 1 vurulsun 2-yə. Mənə verdi nə? 2. İni bir vahid artırıram. Olur 1. İndi deyirəm M birinci element 2-dir. 2 kiçikdirmi 6? Bəli. 2 2-yə vururam 4. İni də bir vahid artırıram 2. İkinci elementim 4-dür. 4 kiçikdirmi 6? Bəli. 4 dəfə 4 16. İni bir vahid artırıram 3. Üçüncü elementim məndə 3-dür zaten. Deməli 3 kiçikdirmi 6? Bəli. 16-yı vuracam 3-ə. Mənə verəcək 48. 48. Daha sonra ində bir vahid artıracam 4. Dördüncü elementim 5-dir. 5 kiçikdirmi 6? Bəli. O zaman nə edəcəm? 48-i də vuracam 5-ə. Mənə verəcək 240. Deməli, bir vahid artıracam, eyni də olacaq 5. 5 12-dir. Deməli, 12 kiçikdirmi 6? Xeyr. Val bitdi. Çıxıram çölə. Print P. P də məndə 240 idi ən son. Burada cavab olacaq A variantı. Növbəti sual. 18-ci sual. İnformasiyanın xassəsinə aid deyil. Burada təbii ki, nəticəvilik xassəsidir. Çünki nəticəvilik xassəsi alqoritmin xassəsidir. Növbəti sual. Biz akademiyanın işçiləri haqqında ümumi məlumat 128 kilobayt yaddaşı əhatə edir. Hər bir işçinin səhifəsi 32 sətirdən, hər sətirdə 128 simvoldan ibarətdir. Müəssisədə neçə əməkdaş işləyir? Və ayətçidə. Ayətçidə bir simvolumuz 1 baytdır. 1 baytla hesablayaq. 1 vurulsun 32, vurulsun 128. Vurulsun, müəssisədə işləyən əməkdaş sayını bilmirəm. X. O da bərabərdir. Ümumi həcmi 128 kilobaytdır. Burada 1 bayt olduğu üçün kilobaytımı da bayta çevirəcəm. Yəni 210-a vuracam. Burada x-i təyin etsəm, x bərabərdir. Deməli, 128-lər ixtisar gedəcək. 1024-ü də böləcəm 32-yə. Mənə verəcək. Deməli, 210 qaldı. Burada, aha. Deməli, 128-lər ixtisar getdi. Başqa nə qaldı ki? İnşallah hesablama səhv etməmişik. Bir dəqiqə. Deməli, 1024-ü də böləcəm 32-yə. Mənə verəcək 32. Bəli, düz. Heç bir səhvlik yoxdur. Burada cavab olacaq D variantı. Növbəti sual. Deməli, biraz yaxınlaşdırım. Elektron cədvəldə sum C1-dən C3-ə qədər düsturumuzun qiyməti 15-dir. Əgər sum C1-dən C4-ə qədər qiymət 20-yə bərabər olarsa, C4-ü tapın. Baxın, sum C1-dən C4-ə qədər, zaten C1-dən C3-ə qədər olan hissənin qiyməti var. Orada bir dənə C4-ün qiyməti yoxdur. O C4-də də nə edəcəm C4-ü tapmaq üçün? Yəni, misal bu şəkildədir də. Bu sum C1-dən C4-ə qədər açıq şəkildə yazsam, C1 üstə gəlinsin C2, üstə gəlinsin C3, üstə gəlinsin C4-dür. Bunun cəmi 20-dir. Zaten burada özü verib ki, C1-dən C3-ə 15-dir. Bu hissə məndə 15-dir. O zaman C4-ü mən içə qalır. C4-üm də bərabərdir, 5 qalır. Burada cavab Y variantı. Növbəti sual.
Hı -hı. Alqoritmin yerinə yetirilməsi nəticəsində A dəyişəninin qiymətini müəyyən edin. Gəlin baxaq. Deməli, A4-dür, B2-dir. 4-ü 2-yə bölürəm. 2, vururam 2-yə 4. B-nin yeni qiyməti 4-dür. Daha sonra 2 vurulsun A-nın qiyməti 4 idi. Buraya edəcək 8. B-nin qiyməti də yeni qiyməti 4 idi. 3 dəfə 4, 12. 8-dən də 12-yi toplayanda mənə verəcək 20. Burada cavab olacaq A variantı. Növbəti sual. Hı -hı. Dövlət təşkilatı domeni hansıdır? Bunu şəbəkələr mövzusunda da keçmişdik, domen adlarını. Burada təbii ki, Government-də dövlət təşkilatı domenidir. Növbəti sual. Hı -hı. Doğru fikri müəyyən edin. Gəlin baxaq. Hı -hı. Deməli, deyir ki, POP3 elektron məktubların göndərilməsi protokoludur. Xeyr, POP3 elektron məktubların qəbul edilməsi protokoludur. FTP elektron məktubların alınması protokoludur. Xeyr, FTP fayllar üçün nəzərdə tutulub. Bu da getdi. Səhvlərin üzərindən xahiş edirəm. HTTP fayllarının ötürülməsi üçün istifadə edilən protokoldur. Xeyr, HTTP hipermətnlər üçün nəzərdə tutulub. Bu da getdi. Daha sonra SMTP elektron məktubların göndərilməsi protokoludur. Tamamilə doğrudur. Burada Y variantında deyir ki, TCP telekommunikasiya protokoludur. Xeyr. Əslində TCP səviyyədir, hansı ki biz keçmişdik. Kanal səviyyəsi, fiziki səviyyə, yəni bu formada. Növbəti sual. Hansı məntiqi əməlin istifadə etməklə daha çox söz axtarmaq olar? Təbii ki, biz bu məntiqi əməllər mövzusunu keçərkən qeyd etmişdik ki, əgər biz orla nə qədər çox söz birləşdiririksə, o qədər də çox məlumat əldə edirik. Burada cavab olacaq Y variantı. Növbəti sual. Hansı verilənlər modelində birin birə, birin M-ə, yəni birin çoxa, çoxun çoxa və çoxun birə əlaqələri var? Təbii ki də şəbəkə modelindədir yalnız bu. Yəni həm birin birədir, həm birin çoxa, həm çoxun çoxa və çoxun birə əlaqələri şəbəkə modelində mövcuddur. Növbəti sual. Gəldik 26-cı suala. 26-cı sual. Microsoft Word 2010 mətin prosesorunun hansı tabında language əmri yerləşir? Təbii ki, review lent qrupunda, yəni tabında language əmri yerləşir. Növbəti. Yəni hətta burada gəlin sizə də istəyirəm göstərim. Hazır Word-dəykən. Page layout hissəmə baxıram, görürük yoxdur. Baxın, digər hissəmdə yoxdur, amma burada var. Görürsünüz? Təbii ki, review hissəmdədir. Növbəti suala keçək indi. Faylın adında hansı simvol olar? Biz qeyd etmişdik ki, faylın adında slash simvolu olmaz. Böyükdür, kiçikdir işarəsi olmaz. Ulduz simvolu olmaz. Sual işarəsi olmaz, amma ət işarəsi olar. Növbəti sual. İcra olunan fayl genişlənmələri hansılardır? İcra olunan fayllar təbii ki, hansıdır? Burada CSS, sistem fayllarıdır, BAT-dır, Docs-dur, GPG-dir. Bunların heç biri deyil. Burada bir dənə com var ki, icra olunan fayl genişlənməsidir. Növbəti sual. Vektor qrafikasına aid olan proqramlar hansılardır? Söhbət vektordan gedir. Deməli, ToolPaint xeyr, bu rasterdir. Burada Corel Draw var, təbii ki, vektora aiddir. Corel Photopaint bu da rasterdir. Adobe Photoshop rasterdir. FindMass rasterdir. Növbəti sual.
Hı -hı. 64 kilobaytlıq klastra neçə ədəd 10 kilobaytlıq fayl yerləşdirmək olar? Biz xatırlayırsınızsa əgər bu mövzuyu keçərkən qeyd etmişdik ki, bir klastra həcmindən asılı olmayaraq, həcmi neçə olur olsun, bir klastra sadəcə bir dəfə biz bir məlumatı yerləşdirə bilərik. Bir neçə dəfə deyil. Burada cavab sadəcə olacaq bir Y variantı. Növbəti sual. Alqoritm, demək, aşağıdakı verilmiş Aploqa kodunu icra edilərsə, ekrana hansı qiymət çap olunacaq? Gəlin baxaq. Deməli, x dəyişən daxil oldu, x 7-dir, y 3-dür. Aha, 2 dəfə təkrarlayacağıq. X-ım neçədir? 7. 7 plus 4 mənə verdi 11. Y-im neçədir? 3 plus 1 mənə verdi 4. Yenidən bir də təkrarlayıram. X 11-dir. 11 plus 4 mənə verdi 15. Y-im 4-dür. 4 plus 1 mənə verdi 5. Digər tərəfə çıxıb hesablayanda x-ım 15-dir, y-im 5-dir. X deməli 15 plus 5 mənə verdi x-in yeni qiymətini 20. X-in yeni qiyməti məndə 20-dir, amma y-in qiyməti dəyişməyib 5-dir. 25 burada cavab olacaq D variantı. Növbəti sual. Biraz geriyə atım ki, daha yaxşı görəm. Bircə dəqiqə. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Belə bir bizə deməli sətr formasında bir ədəd verib. Bunu siyahı şəklində edəndə bilirsiniz ki, bu normal siyahı şəklində 1, 2, 3 şəklində olacaq. Join 2, yəni bunların aralarına 2-ni əlavə et deməkdir. Yəni burada 2 əlavə edəcəm, burada 2 əlavə edəcəm. Və print m-i vur 2-yə. M-ə ən son mən nə aldım? 1, 2, 2, 2, 3 aldım, düzdür? Bu gördüyünüz kimi bu formadadır. Bunu 2 dəfə öz-özünə vur, yəni 2-yə vurmaq, yəni 2 dəfə bunu yanbayan yazmaq deməkdir. Gördüyünüz kimi burada D variantına fikir verin. 2 dəfə yanbayan yazılıb. Növbəti suala keçək. Deyir ki, şəhərlərin əlaqələndirən yollar verilmişdir. Aha. Hər bir yol göstərilən istiqamətdə hərəkət edir. A şəhərindən N şəhərinə, F şəhərindən keçməməklə. F-dən keçmirik. O zaman F-ə gələn və F-dən çıxan bütün oxları ləğv edirik. Sildik bütün oxlarımızı və normal qaydada artıq hesablamamıza davam edirik. A-dan çıxanlara 1, 1, 1, B-yə 1 daxil olub 1, 1 çıxacaq. C-yə 2 daxil olduğu üçün 2 çıxacaq. 2, 2 və 2. D-yə 3 daxil olub 3 çıxacaq. Daha sonra K-ya 5 daxil olub 5. L-dən də 5 çıxacaq. Digər tərəfdən Y-yə 3 daxil olub 3 çıxacaq. M-dən də 3 çıxacaq. 3 plus 5 mənə verəcək 8. Deməli, 33 cavab olacaq. Burada gördüyünüz kimi Y variantı. Növbəti suala keçək. Rabitə kanalı ilə 600 MB məlumatı ötürülmüşdür. Ötürülmədən əvvəl məlumat 40% arxivləşmişdir. İlkin məlumatı ötürmək üçün 5 dəqiqə vaxt tələb olunarsa, arxivləşmiş məlumatı neçə dəqiqəyə ötürmək olar? Gəlin baxaq. Rabitə kanalı ilə 600 MB məlumatı ötürürəm. Məndə ilkin megabaytım, deməli 600 həcmim, yəni ilkin olaraq 600-dür. Yazıram bura. Deməli, bircə dəqiqə, yazıram bura 600. 600-ü ilkin məlumatı deyil, 5 dəqiqəyə ötürüb. 600-ün 5-ə və bu 600-ü arxivləşdiriblər. 40%. Gəlin arxivləşdirək. 600-ü çıxılsın, 600 vurulsun, 40 bölünsün 100. Sıfırları gedəcək, bərabərdir.
Burada qalacaq 600 çıxılsın, deməli 240. O da mənə verəcək 360. Deməli 360. 360-dır. Növbəti məlumatım isə həcmi 360 megabaytdır. Bunu deyir neçə dəqiqəyə? Burada 1x deyək. Buradan tənasübdən istifadə edərək x-i hesablayacağam. Gəlin birbaşa eləyək. 630-u vursam 5-ə mənə verəcək 1800. 1800-ə bölsəm 600-ə mənə verəcək 3. Deməli 3 dəqiqə götürmək olar. Növbəti sual. Deyir, video faylının həcmi 5 kilobayt və mətn faylının həcmi isə 4096 bayt olarsa, bu faylları diskdə saxlamaq üçün neçə klaster lazımdır? Sadəcə klaster sayını istəyir məndən. 5 kilobaytdır birincisi, hər birini ayrı-ayrıqda tapacağım. 5-i böləcəm klasterımın həcminə, yəni 4-ə. 1 tam nə qədər edir? Mən onu tamlaşdırıb deyirəm ki, 2 klaster lazımdır. Daha sonra 4096-nı da böləcəm 4-ə. Bərabərdir. Bir dəqiqə. 4096 baytdır məndə. Əvvəlcə gəlin bu baytımı kilobayta çevirək. Ondan sonra diqqətsizlik etməyək. Deməli, çünki hər biri kilobaytlandır. 4096-yı böləcəm 1024-də ki, kilobayta çevirmək üçün. 4096-yı 1024-də böləndə 4 kilobayt edir. 4-ü 4-ə böləcəm. Tam şəkildə bir klaster kifayət etdi. 2 klaster bu, 1 klaster bu. 2 plus 1 mənə verdi neçə? Cəmi neçə klaster? Cəmi 3 klaster lazımdır. Növbəti sual. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, gəldim i-anın elementləridir. Çox gözəl. Birinci i-yə nə verirəm? 3. 3-ü 4-ə böləndə qalıq 0 edir? Xeyr. Qalxıram yuxarı 5. 5-i 4-ə böləndə qalıq 0 edir? Xeyr. Bir də qalxıram yuxarı. 7 götürürəm bu səfər. 7-ni 4-ə böləndə qalıq 0 edir? Xeyr. 5 götürürəm. 5-i 4-ə böləndə qalıq 0 edir? Xeyr. 12 götürürəm. 12-yi 4-ə böləndə qalıq 0 edir? Bəli. O zaman nə edirəm? 7-ni bölürəm 12-yə. Tam hissəm edəcək 0. Yazıram bura 0. Üstə gəlinsin. P məndə 7-dir. 7-nin üstü 7-ni bölürəm. Məndə buradan mexaniki səhv gedib birisi. Bunu tez düzəldək. Deməli, burada böyük ehtimal sualda M gedib, amma bizim variantlarımızda M yoxdur. Böyük ehtimal P-ni yenidən qalıqlı bölmək istəmişik i-yə. Gəlin bu şəkildə düzəliş edək. Siz zaten düzəliş olunmuş versiyasını izləyəcəksiniz. Yazacaqsınız daha doğrusu. P məndə 7-dir. 7-yi 12-yə böləndə qalıq neçə qalır? Qalıq 7 qalır. Burada mənim ən son kimin qiyməti 7-dir və çapada 7 çıxacaq. Buradan baxaq. Əgər, cavab olacaq burada Y variantı. Növbəti suala keçək. Deməli, deyir Unicode-da kodlaşdırılmış məlumat neçə simvoldan ibarət olduğunu müəyyən edin. Burada cəmi 64 ədəd 1 və 0-lardan təşkil olunmuşdur. Və Unicode dediyi üçün 16 bitlə, yəni 16-16 sayıb ayırmalıyam. Və mən də bunun üçün özümü yormuram, birbaşa, yəni qaydanı bilirik axı. Əgər sadəcə neçə simvoldan ibarət olduğunu deyirsə, 1-0-larımızın sayını sayırıq, bölürük, neçə bitlə biz sayıb ayıracağıq ona. Yəni 64 böləcəm 16-ya bərabərdir 4-ə. Burada cavab edəcək A variantı. Növbəti sual. Üzgüçülük hovuzunda 8 üzgüçülük çığırı var. Məşqçi uşağa
məlumat verdi ki, o 2 cığırda üzəcək. Verilmiş məlumatda informasiyanın miqdarı. Mənim deməli ümumi əlifbanın sayı 8-dir. 8 2 üstü 3-dür. Deməli bir cığırım 3 bitlə kodlaşır. 3 bitlə. Məndə 2 cığır bir yerdə dediyi üçün, yəni bir cığırda 3 dənə 3 ilə 3 bitlə üzürsə, 2 cığır bir yerdə 3 plus 3 6 bitlə üzmüş olacaq. Burada cavab olacaq Y variantı. Növbəti sual. Xüsusi bir sistemdə informasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa 7 fərqli vəziyyətdə ifadə edilə bilərsə, bu sistemdə deməli 567 fərqli simvol kodlaşdırmaq üçün ən az neçə LED lampadan istifadə olunmalıdır? Biz burada 7-nin qüvvətlərini tapacağıq. Təbii ki, hansı ki 567-ni ya özü etsin, ya da 567-dən 7 dəfə yuxarı bir rəqəm almaq üçün. Ona görə də 7-nin qüvvətlərini tapacağam. Məsəl üçün, 7-ni vursam 7-yə mənə neçə verəcək? 49. 49 hələ ki 567-dən aşağıdadır. 49-u bir dəfə də vursam 7-yə mənə verəcək 343. Hələ də aşağıdadır. Bəs yaxşı. 343-ü bir dəfə də vursam 7-yə neçə edəcək? Bir dəfə də 7-yə vursam edəcək. Deməli 2401. Aha, всё. 2401-də dayanacaq. Burada cavab olacaq B variantı. Çünki ya 567-nin özünü almalıydıq, ya da ki 567-dən 7 dəfə yuxarı bir ədəd almalıydıq. Çünki 7 fərqli vəziyyətdəyir. Növbəti sual. Onluq sayı sistemində verilmiş 2 üstü deməli 128 ədədin ikilik say sistemində yazılışında iştirak edən birlərin sayı nə qədər çoxdur? Birlərin sayı nə qədər çoxdur deyəndə birlərin sayı ancaq bir ədəd bir var da burada. Cavab olacaq C. Çünki biz qayda keçmişdik axı. Qaydaya əsasən belə idi ki, deməli 128-i əgər 2 üstü 128-i mən onluq say sistemində də və ikiliyə keçmək istəyirəmsə, ədədim hər zaman 1-dən başlayır və 128 ədəd mənim sıfırım olacaq. Ona görə birlərin sayını soruşur, o zaman 1. Növbəti sual. Microsoft Word 2010 mətin prosesorunda bookmark əmri hansı tabda yerləşir? Təbii ki, insertdə yerləşir. Növbəti sual. Biraz yaxınlaşdıracağım. Çox yaxınlaşdırdım. Elektron cədvəldə B3 xanasına daxil edilmiş həmin bu düsturu Y6 xanasına köçürülərsə, bu xanada hansı düstur alınır? Baxın, B3-dən keçid edirəm Y6-ya. B-dən Y-yə doğru gedirəm. Hərflər arasındakı artıma diqqət etməliyəm. Deməli, baxın, B-dən sonra C, D, Y. Yəni, cəmi 3 hərf artdı. Amma 3-dən də 6-ya 4, 5, 6, yəni 3 addım artdı. Deməli, hərflər və rəqəmlər hər ikisini 3 addım artıracaq. C-ni 3 hərf artırıram. C, D, Y, F olacaq. F olmayan variantları çıxıram. Dollar işarəsi 3. Dollar işarəsi o deməkdir ki, yəni bu xana, yəni həmin o 3 xanası dəyişməyəcək. Baxıram, bir dənə Y variantında dəyişib, Y-ni çıxardıram. Daha sonra vurulsun. Y dəyişməyəcək, çünki onun qarşısında da dollar işarəsi var. Y olduğu kimi qalan bir dənə D variantı. Burada cavab olacaq D. Növbəti sual. Access proqramında sahə tipi deyil. Sahə tipi hansı ola bilməz? Memo ola bilər, yes, no, text, query-ın. Bir dənə burada ola bilməyən reports-dur. Növbəti sual. Biraz geriyə atın bunu.
Mhm. Yaxşı görünsün sualımız. Mhm. Excel-də verilmiş hesablayan həmin bu düstur deməli verilib hesablayacağıq. Deyir bu düsturu hesablayın. Gəlin baxaq. A2 məndə 3-dür, B2 2-dir. 3 vur 2 məndə verdi neçə? 6. 6-nın kvadratıdır bu. 6-nın kvadratı mənə verdi 36. Və üzərinə gəlirəm nəyi? D4-dür. D4 məndə -18-dir. Baxın, burada mənfisi də var. Çaşdırmayın. -18 bölünsün. 2 mənə verdi -9 və neynirəm? -9. 36 mən aldım buradan yazacağım açıq şəkildə görək. 36 minus 9. 36-dan da mən çıxsam 9-unu mənə verəcək 27. Hı -hı. Baxırıq 27. Burada cavab olacaq Y variantı. Növbəti sual. Hı -hı. Deməli, deyir A3-də kodlaşdırılmış Fes Akademiya sözü neçə bitdir? Gəlin baxaq. Sayaq birinci 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. Simvol sayım 10 dənədir. A7 dediyi üçün onu vuracam 8-ə. O da bərabər mənə verəcək 80. Burada cavab olacaq D variantı. Növbəti sual. Hansı qurğu kompüterin konfiqurasiya fayllarını yadda saxlayır? Bunu artıq əzbərləmişik deyə düşünürəm. Simos və yaxud da ki, mənim abituriyentlərimin dediyi üzrə KMOS. Onlar KMOS deyir, mən Simos deyirəm. İndi hansı sizin üçün uyğun olsa. Ondan sonra növbəti sual. Aha. Bir map3 faylı 2 dəqiqəsi yaddaşda 1 megabayt yer tutur. Aha. 30 saniyə map3 faylı yaddaşda neçə kilobayt yer tutar? 1 megabayt, kilobayt. Təbii ki, burada çevrilmə olacaq. Megabaytımızı kilobayta çevirək. 1 megabaytım 1024 kilobaytdır. 1024 kilobaytı 2 dəqiqəyə. Bunu saniyəyə çevirsək 2 vurulsun 60. Və mən bilmirəm hansı həcmdədir, amma bir onu bilirəm ki, 30 saniyədir. Və buradan x-i də təyin etsəm, x bərabərdir. Deməli, ixtisarlarımızı eləyək də. 60-dan deməli 30 ixtisar gedəcək. Burada 2 qalacaq. 2 dəfə 2 4 edəcək. 1024-ü də bölsəm 4-ə mənə verəcək 256. Burada cavab olacaq A variantı. Növbəti sual. Hansı axtarış sistemi deyil? Məncə bunu da artıq əzbərləmişik bu tip sualları. Deməli, burada Google-dur, Yandex-dir, Rainmail-dir. Hamısı axtarış sistemidir. Bir dənə LinkedIn var. Sosial şəbəkələr. O. Növbəti sual. Biraz geri ataq. Hamısını görün. Aha. Deyir, biometrik informasiya əsaslanan tanınma sistemi hansıdır? Biz bilirik ki, biometrik informasiya əsaslanan tanınma deyəndə insana məxsus olan hissələrdir. Məsələn, barmaq izidir, üzdür, nitqin özəllikləridir, ovuz cizgilərimizdir. Yəni bunlar. Gəlin baxaq variantlara. Deyir, barmaq izlərinə görə tanıma bizdən aid deyilmi soruşur? Bəli, aid deyil soruşur. Gəlin aid olmayan tapaq. Barmaq izinə görə tanıma tamamilə doğrudur. Nitqin özəlliklərinə görə tanıma. Aha, bəli. Üzün təsvirinə görə tanıma tamamilə doğrudur. Ovuc cizgilərinə görə tanıma doğrudur. Rəqəmsal parolat dediyi biometrik insanlara məxsus olan hissələrdir. Sonra növbəti sual. Növbəti sualımız buradaymış. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Biraz geri atacağım ki, daha yaxşı görək. Deməli, gəlin baxaq. -6, 6, -6, deməli, -6 üstə gəlinsin 6. Cavab elədi 0. 0 böl bərabərdirmi 0? Bəli. Print 0 getdi çapa, end sonda boşluq verdi.
A-nın B-nin qiyməti dəyişməyib. Mənfi 6 böyükdürmü 6-dan? Deyirəm xeyr. Düşdüm else-yə, print 2-ni verdi çapa. 0, 2 getdi çapa. Burada cavab olacaq A variantı. Belə əziz müəllimlər və şagirdlər, bu yeni bizim 50 sualdan ibarət sınağımızın izahı idi. Növbəti sınaq izah videolarımızda və təbii ki, növbəti dərs izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.